Ayın 29-u müsəlmanların müqəddəs ayı. 11 ayın sultanı Ramazan bütün müsəlmanların evlərinə qonaq olacaq. Ramazanda diqqət etməli olduğumuz nələrdir? Qədr gecələri nə vaxt olacaq? Oruc necə tutulmalıdır? Orucu batil edən əməllər hansılardır? Bu kimi bütün sualların cavabını İçərişəhər Cümə Məscidinin axundu Hacı Surxay Məmmədli cavablandırdı. Bildiyimiz kimi artıq 2 gün bundan öncə Qafqaz Müsəlmanlar İdarəsinin Qazilər Şurasının fətvası oldu. Bu fətvada iyun ayının 29-u miladi təqvimi ilə götürsək, Ramazan ayının 1-nə təsadüf edir. Təbii ki, Azərbaycan bölgəsinin coğrafi mövqeyi və Şamaxı Astrofizik Rəsədxanasının verdiyi məlumata görə 29-u iyun elan olundu. İnşallah ümid edirəm 28-i iyunda biz niyyət axşamıdır və niyyətimizi eləyəcəyik və bu baxımdan Ramazan ayına inşallah start veriləcək. Bu il Ramazan ayının bir ay boyunca, hətta əhya gecələri, qədr gecələri də ora şamil olmaq şərti ilə minlərlə insanlar iftar süfrəsinə qoşulur. Yadınızdadırsa, bir neçə məscidlərdə, yəni bir 20 il, 30 il bundan öncə müqavilə deyilən bir şey var idi. Yəni sonra o aradan itdi. Amma yenə də biz bunu bir 3-4 ildə təqribən bərpa etmişik. Allah bu illərdə bizə fürsət verəcək. Müqavilə nə deməkdir? Yəni 30 gün ərzində hər bir günə Quranın bir hissəsini qutarmaq. Yəni bunlar kollektiv şəkildə olur və eyni ilə hər bir insan Qurandan bir vərəq oxuyur. Allah Quran-ı Şərifdə 183-cü ayə Bəqərə surəsində buyurur ki: "Ya eyyuhellezine amenu kutiba aleykumus-siyam kəmə kutibə aləl-ləzinə min qablikum ləalləkum təttəqun." Ərəbcəsi belədir. Tərcümə budur ki, ey Allaha iman gətirən şəxslər, oruculuq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi sizlərə də vacib olundu ki, bunu ilə də pis işlərdən çəkinəsiniz. Bu ayənin bariz məntiqi, bariz nümunəsi budur ki, məhz Ramazan ayında bütün insanlar səfərbər olurlar. Bütün insanlar eyni şəkildə oruç tutar və bütün insanlar yalnız və yalnız Allaha sığınaraq, Allaha təvəkkül edərək onlar iftarı gözləyirlər. Allah Taala'nın özünün vədəsi var ki, orucluq mənim ayımdır. Hər kim bu ayda mənə qonaq gələrsə və mən onun mükafatını verəcəm. Yemək, içmək bunlar müvəqqəti bir şeydir. Mənəviyyət əbədidir. Və bu baxımdan məhz bu Ramazan ayı mənəvi bir aydır. Ona görə bu ay əzəmətlidir ki, bu ayda Quranın göy aləmindən yer aləminə enişidir, inzalıdır. Məhz 11 ay insan günah etdiyi zaman, məhz o Ramazan ayında insanların günahları həmən yağış kimi tökülər və bütünlükdə günahlar aradan götürürlər. 16-17 saat bu gün boyunca çox böyük susuzluq insanlara baş verir, isti, hərarət və bu insana təbii ki, insanın ruhiyyəsini cılızlaşdırır. Bəzən o iradə zəif olan insanlar deyir ki, mən artıq susuz qala bilmirəm, acılığa tabım var, amma bu istiliyə dözə bilmərəm. Bu üçün nə etmək lazımdır? Hər bir insan öz həkim olmalıdır. Bunun üçün ya imsak vaxtında, ya iftar vaxtında xüsusi qida rasyonlarına çox böyük diqqət eləməlidir. İlk öncə insan özünə fikir verməlidir, diqqət eləməlidir yeməyinə və daxili aləminə fikir verməlidir və bilməlidir ki, mən il boyu yediyim nə şeylər mənim ziyanımdırsa, məhz bu Ramazanda insan ondan özünü qorumalıdır. Elə yeməlidir ki, və o qida insanı 16-17 saat ac qalmaqdan insanları müdafiə eləsin. Hamilə xanımların oruç tutması məqbul sayılmır. Çünki bu xanım mütəmadi belə deyək, qida qəbul etməlidir. Bətnində olan uşaq qida qəbul etdiyi üçün ananın qidasına böyük bir vacib amildir ki, qida qəbul etsin. Bu baxımdan hamilə xanımlara icazə verilmir oruç tutmaq. Ramazan ayının, orucluq ayının gəlişi ilə hər il olduğu kimi bu ildə Allah fürsət verib, indidən biz artıq adaptasiya deyirik də, özümüzü hazırlayırıq. Nə ilə hazırlayırıq? Əvvəla bu mübarək olan xoş bir, məramlı bir bayram, xoş əhvallı, ruhiyyətli bir orucluq ayı bir ay boyu bütün evlərə Allah tərəfindən öz rəhmətin nazil edəcək, şamil edəcək. Və bu baxımdan indidən biz məscidlərdə
ehsan süfrələrinin, iftar süfrələrinin xüsusilə hazırlanmasını artıq dünəndən biz artıq bütün bu öncədən fəaliyyətimizi qurmuşuq və bilirsiniz ki, artıq 6 ilə yaxındır. Bu il inşallah yəqin ki 7 il tamam olacaq, Allah fürsət versin. Bu il Ramazan ayının bir ay boyunca, hətta əhya gecələri, qədr gecələri də ora şamil olmaq şərti ilə minlərlə insanlar iftar süfrəsinə qoşulur. Şükürlər olsun, Allah bu təqdirə layiqdir və indidən də biz bunu hazırlaşırıq. Bu bir. İkinci, Ramazan boyu bir ay ərzində yadınızdadırsa bir neçə məscidlərdə yəni bir 20 il 30 il bundan öncə müqabilə deyilən bir şey var idi. Yəni sonra o aradan itdi. Amma yenə də biz bunu bir 3-4 ildir təqribən bərpa etmişik. Allah bu illərdə bizə fürsət verəcək. Müqabilə nə deməkdir? Yəni 30 gün ərzində hər bir günə Quranın bir hissəsini qurtarmaq. Yəni bunlar kollektiv şəkildə olur və eyni ilə hər bir insan Qurandan bir vərəq oxuyur. Yəni bir vərəq 15 dəqiqə, 10 dəqiqə yer aparırsa, bütün insanlar bu vərəqi oxuyarkən avazla, səslə bütün insanlar eşidir, dinləyicilər olur. Eyni zamanda ikinci vərəq məsələn başqa bir şəxs öz gözəl soğutu ilə, səsi ilə oxuyur. Bu nə göstəricidir? Bunun göstəricisi həm dünyadan gedənlərimizin ruhlarına biz onu ithaf eləyirik. Məhz Ramazan bayramında onu bağışlayırıq. Eyni zamanda şəhidlərimizin ruhuna, vaxtı ikən məscidlərdə insanlarla, bizlərlə birgə oturub ibadətlər və dini ayinləri yerinə yetirirdi. Onların ruhuna biz bunu ithaf eləyirik. Və bu baxımdan bu da çox böyük bir belə deyək, məqsəd yönlü bir işdir və Allah bəyənən bir işdir. Artıq dünəndən biz bu məsələyə start vermişik və Quranlar gətirilib. İnşallah hər bir şəxsin qarşısında bir Quran olaraq, təbii ki, o Quranın oxunmağı gözəl səslə, gözəl avazla və hətta ölənlərimizin ruhuna hədiyyə eləməklə bundan böyük bir gözəllik, bundan böyük ölən üçün sovqat ola bilməz. Allah Teala Quran-ı Kərimdə Bəqərə surəsinin 183-cü ayəsində bariz şəkildə qeyd edir ki, məsləhətsə mən ərəbcəsini deyim, orijinaldan deyim və onun tərcüməsini də deyəcəm. Allah Quran-ı Şərifdə 183-cü ayə Bəqərə surəsində buyurur ki, Ya əyyuhəl-ləzīnə əmənu kutibə aleykumus-siyam kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ərəbcəsi belədir. Tərcümə budur ki, ey Allaha iman gətirən şəxslər, oruculuq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi sizlərə də vacib olundu ki, bunu ilə də pis işlərdən çəkinəsiniz. Bu ayənin bariz məntiqi, bariz nümunəsi budur ki, məhz Ramazan ayında bütün insanlar səfərbər olurlar. Ramazan ayında qan tökmələr, Ramazan ayında cinayətlər, Ramazan ayında insanlara qarşı rəhəmsizlik təbii ki, olunmur. Və dünyada nə qədər baş verən hadisələr, müharibələr, olaylar varsa, məhz bu Ramazanda dayanmalıdır. Əgər bu Ramazanda bitmirsə, dayanmırsa, deməli o insanların Allahdan belə xəbəri yoxdur. Bu baxımdan məhz Ramazan ayı vəhdət ayıdır. Bütün insanlar eyni şəkildə oruç tutar və bütün insanlar yalnız və yalnız Allaha sığınaraq, Allaha təvəkkül edərək onlar iftarı gözləyirlər. Niyə bu qədər möhtəşəm bir aydır? 11 ayın sultanı Ramazan ayı ona görə möhtəşəmdir ki, ona görə bu ayda bir yarışma ayı var, mücadilə ayı var. Bu baxımdan Allah Taala'nın özünün vədəsi var ki, orucluq mənim ayımdır. Hər kim bu ayda mənə qonaq gələrsə və mən onun mükafatını verəcəm. Yəni Allah Taala'nın qonaqlığı nə qədər zəngin bir süfrə olacaq. Allah Taala'nın qonaqlığı zəngin bir süfrə, bağışlanma, mərhəmət, hətta kim Allahın süfrəsində həmən günü Ramazan ayında belə deyək, bir gün Allaha qonaq olmuş olarsa, Allah onu qonaq kimi qəbul edərsə, dünyada nə qədər maddi nemətlər varsa, o nemətlərin hamısını tərəzinin bir gözünə qoysan, bir gün Allah ziyafətini tərəzinin bir gözünə qoysan, təbii ki, Allah qonaqlığı qat-qat dünya maddiyyatından, nemətlərindən üstün gələcək. Çünki zaman-zaman bütün tarixi faktorlar bunu sübut edir ki, mənəviyyatın qarşısında maddiyyat acizdir. Yəni maddi aləm bugün, maddi varlıq aləmi bu günləri yemək, içmək, bunlar müvəqqəti bir şeydir. Mənəviyyat əbədidir. Və bu baxımdan məhz bu Ramazan ayı mənəvi bir aydır. Niyə görə bu orucluğa Ramazan deyildi? Və bunun da xüsusi olaraq şərhləri var.
Allah Teala yeganə olaraq 12 ayın məhz bu Ramazanı Quranda bir açıq şəkildə qeyd edir. Ramadan sözü qeyd edir. Məhz Quran-ı Kərimdə bu var. Heç bir ay səslənmir. Heç bir ayın adı Quran-ı Kərimdə qeyd olunmur məhz Ramazan. Niyə görə? Şəhrur Ramadan əlləzi unzilə fihil Quran. Ona görə bu ay möhtəşəmdir ki, ona görə bu ay əzəmətlidir ki, bu ayda Quranın göy aləmindən yer aləminə enişidir, inzalıdır. Yəni bu ay bəşəriyyəti qaranlıqdan, bəşəriyyəti zülmatlıqdan, bəşəriyyəti çirkablıqdan, cəhalətdən çıxardıb bir nuraniyyət bir həyata verirsənsə, bundan gözəl nə ola bilər? Bundan gözəl bayram nə ola bilər? Və bu baxımdan Peyğəmbərin hədisində əsas gətirsək, sual verdilər ki, ey Allahın Rəsulü, niyə görə bu aya orucluğa Ramazan deyildi? Həzrət gözəl bir cavab verdi. Ramazanın çox mənalarını təhlil etdi. Onlardan da biri payız mövsümündə, görərsən payız mövsümünün əvvəllərində bir yağış yağar, yer üzündə olan bütün tozları aradan götürər. Məhz 11 ay insan günah etdiyi zaman, məhz o Ramazan ayında insanların günahları həmən yağış kimi tökülər və bütünlükdə günahlar aradan götürürlər. Ona görə də ikinci bir məna Ramazan sözünün mənası لِأَنَّهُ يُرْمَدُ الزُّنُوب. Ramazan qızmar bir günəşə də bənzədirlər. Necə ki qızmar günəş yerin üzərinə düşdüyü zaman insanlar o ayaqlarını belə basa bilməzlər, insanlar o qədər çətinlik törədər. Məhz Ramazan da belədir ki, bu ayda insanların günahları yanır. Ona görə bu Ramazanın gözəlliyi məhz orucluğa Ramazan deyildir. İlk öncə mən bu məsələni xüsusi olaraq qeyd edeyim, kütləvi informasiya vasitələrində də bu məsələləri mən qabartmışam və bir daha məhz Ramazan ayı 10 il bundan öncə olan Ramazan ayı deyil. Yəni 16-17 saat bu gün boyunca çox böyük susuzluq insanlara baş verir, isti, hərarət və bu insana təbii ki insanın ruhiyyəsini cılızlaşdırır. Bəzən o iradə zəif olan insanlar deyir ki, mən artıq susuz qala bilmirəm, acılığa tabım var, amma bu istiliyə dözə bilmərəm. Bu üçün nə etmək lazımdır? Hər bir insan öz həkim olmalıdır. Bunun üçün ya imsak vaxtında, ya iftar vaxtında xüsusi qida rasionlarına çox böyük diqqət eləməlidir. Yəni nə yeməlidir? Yağlı yeməklər bəzən insanlara çox mənfi təsir göstərir, məhz bu Ramazanın hərarətində, istilik zamanında. Və bu baxımdan da çoxlu mayələrin qəbul edilməsi. Müəyyən o vitaminlər ki var, məsələn, o həb şəklində deməzdim mən, müəyyən suyun özündə, qidanın özündə bir vitaminlər var. O vitaminlər insanı 16-17 saat saxlamalıdır. Yəni bu bir günün orucu deyil, bir ay boyunca bu insan oruç tutmalıdır. İlk öncə insan özünə fikir verməlidir, diqqət eləməlidir yeməyinə və daxili aləminə fikir verməlidir və bilməlidir ki, mən il boyu yediyim nə şeylər mənim ziyanımdırsa, məhz bu Ramazanda insan ondan özünü qorumalıdır. Yəni bir mənalı olaraq insan mayeni qəbul etməli, çox maye qəbul etməlidir. Çünki bədənindən xaric olan tərləri insan düşünməlidir və digər qidanı elə yeməlidir ki, və o qida insanı 16-17 saat ac qalmaqdan insanları müdafiə eləsin. Bəs elə insanlar var ki, onlar indi hər an bir oruç tuta bilməz, onların orqanizmində müxtəlif xəstəliklər ola bilər, məsəl üçün, amma özləri istəyirlər oruç tutmaq, amma tuta bilmirlər. Bunun üçün ona əvəzini qəbul edəcək nəsə varmı Ramazanda ki, əvəz olsun, oruç tuta bilmir, amma onun əvəzinə? Mən həmişə bu məsələni qeyd edirəm, qabardıram öncədən. İslam Peyğəmbərinin hədisi var, İslamı yüngülləşdirin, İslamı zora salın, İslamı sevdirin, İslamda nifrət yaratmayın. O insanlar ki, həqiqətən onlar xəstədirlər, onlarda şəkər, diabet və digər xəstəliklər baş veribsə, susuzluğa müqaviməti yoxdursa, onlarda müəyyən bir problemlər əmələ gəlirsə, onlar yediklərinin fidyələrini verməlidirlər. İlərəkdən bir adam oruc yeyirsə, hər bir gündə 60 gün vacib onun boynunda qəza orucu qalacaq. Biraz da bizə orucu batil edən əməllərdən danışarız. Nələr orucu batil edir, nələrə diqqət eləməliyik? Amma orucu batil edən şərtlərdən biri budur ki, qatı tozun boğaza getməsi. Peyğəmbərlərin, imamların adına yalan danışmaq, iftira etmək. Yemək içmək orucu batil edir, sifraq, qusmaq orucu batil edir. Bu kimi şeylər
təbii ki, orucu batil edən amillərdəndir. Bəs sırada olan məsələlər də təbii ki, elə şeylər var ki, onu biz qabarda bilmirik, amma onu müəyyən mənada insanlar şəri baxımdan əldə edə bilər. Bəs sonda Ramazan ayı üçün bizi izləyən tamaşaçılara, baxanlara nəyə məsləhət görərdiniz? Çox gözəl məsləhətlərim var mənim. Birinci məsləhətim budur ki, Ramazan ayında insanları birinci mən təşviq eləyirəm iradənin möhkəm olmasına. İradə möhkəm olan insanlar orucu tutacaqlar. Mən məsləhət görərdim ki, bu ayda çalışın, valideynləri çox ziyarət edin, kiçiklərə rəhm edin, böyüklərin xidmətində durun, valideynlərin qəbirlərini ziyarət edin, qocalar evinə gedin, sosial yardımlaşmaq məsələsində ön plana çıxan. Mən böyük bir alimin, belə deyərdim ki, dahinin, mütəfəkkirin bir sözü ilə mən fikirlərimi tamamlamaq istəyirəm. Ömrü Ramazan olanın axirəti bayram olur. Əziz tamaşaçılar, artıq iyun ayının 29-unda bütün müsəlmanların evinə Ramazan ayı qədəm qoyur. Sizi maraqlandıran suallara çalışdıq ki, cavab tapaq. Suallarımızı cavablandırdı Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Çərşəhər Cümə Məscidinin axundu Hacı Surxay Məmmədli. Bir daha sizə öz təşəkkürümüzü bildiririk. Bütün müsəlmanları, Azərbaycanlıları isə Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edirik. Allah niyyətlərinizi, oruçlarınızı qəbul edəsin. Hacı Surxay bildirir ki, Ramazan bayramı Quranda yazıldığı kimi özünə məxsus adət-ənənələrə uyğun olaraq keçirilməlidir. Gəlin görək, şəhər sakinləri bu barədə nə fikirləşir? Hər yerdə kimin mümkünatı varsa oruç tutur. İftar süfrəsi olanda mümkünatı olan şəxslər özünə məxsus adamlar çağırır və iftar süfrələri verirlər. Adət-ənənəsi ilə getməlidir. Hamısı oruç tutmalıdır. Sonra Allaha ibadət eləməlidirlər. Allaha inanmalıdırlar ki, dindarlıq qabağa getsin. Gələcəkdə tamam doğrultusunlar. Bizim millətin dinə qarşı, dini ayinlərə qarşı özünün xüsusi niyyətləri olub. O cümlədən də hələ Sovet dövründə də bizim Azərbaycan türkləri dinimizə aid bütün ayinləri evdə də olsa keçirməyə müvəffəq olublar. Yəni məscidlərdə o vaxtlar o dərəcədə qoymurdular insanlar yığılmağa. Buna baxmayaraq Məhrəmlik ayı, Qurban, Novruz bayramı, o cümlədən də Ramazan bayramı çox adət-ənənəmizə uyğun olaraq keçirilmişdir. O cümlədən də indi daha bu demokratik quruluşda yaşadığımız bir zamanda dinimiz, millətimiz öz dinini daha da yaxınlaşmış, dininə olan hörmət daha da çoxalmış və Ramazan bayramını çox təmtəraqlı keçirirlər. Azərbaycan xalqının, Azərbaycanın bayramıdır. Onu da qeyd eləməlidir bütün Azərbaycanlılar. Yaxşı, gözəl. Hələ mənim nəvəm də namaz qılandır, onu oxuyur, qəbul edir, hamısını da bilir yer və yerində. Allah hamının bayramını mübarək eləsin, o cümlədə sizin, mənim, nəvələrimlə bir yerdə, ailəmlə bir yerdə. Ramazan bayramıdır, hamının gözü tox olmalıdır, kimsəsizlərə, yalağaclara yardım olunmalıdır, vəzifəli şəxslər, imkanlı şəxslər, tanıdığı adamlara ənam verilməlidirlər ki, onlar da nəinki bayramı, il ərzində heç olmasa evində süfrə açmağa qadir ola bilsinlər. Mübarək Azərbaycan xalqı mənə elə gəlir ki, elə ənənələrə sadiq olaraq Ramazan ənənələrindən söhbət gedir əlbəttə ki. Əsası odur ki, yəni insanlara sırf göstəriş olsun deyə mən oruç tuturam yox, həqiqətən Allahın sevdiyinə görə oruç tutsa daha yaxşı olar. Biz də Kanal 13 olaraq bütün müsəlmanların Ramazan bayramını ürəkdən təbrik edirik.